Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nesta'in. Sallallahu ala seyyidina Muhammedin ve aleyhi tahirin. Salamlayıram hər birinizi dəyərli izləyicilər. Artıq Fatimiyyə günlərinin son günlərini yaşayırıq, son anlarını yaşayırıq. Və ötən dəfə biz xatırladım ki, Fədək xütbəsindən bəzi nöqtələrə çatdırmışdıq və mövzumuz yarım qalmışdı. Fədək xütbəsindən danışmaq üçün bir Fatimiyyə günləri lazımdır ki, hissə danışılsın. Buna zaman yetişməyəcəyi üçün biz əsas nöqtələri çıxarış edib sizə təqdim edirdik və bu məsələdə qalmışdıq ki, Peyğəmbərdən sonra cəmaatın azğınlığının səbəbləri haqqında qeyd edir xanım Fatimiyyə Zəhra və orada əsas səbəb kimi öz çağırışında, öz qeydlərində belə vurğulanır ki, onların Qurana düzgün əməl etməmələri səbəb olmuşdu. Düzdür, biz ötən dəfələrdə, yəni ilk günlərdə başqa səbəblər barədə də danışmışdıq, amma bu dəfə məhz Fədək xütbəsindən olan nöqtələri vurğulayırıq ki, xanım Fatimiyyə Zəhra buyurur ki, Quran barəsində buyurur ki, yəni Quran məgər sizin kitabınız deyil və onun içindəkiləri nə tez unutdunuz, niyə görə Qurana əməl etmirsiniz? Quranda çünki həm vilayət barədə, həm Peyğəmbər barədə ayələr nazil olub və Qurana işarə edir. Qurana tabi olmamazlıq səbəb olur ki, insanlar vilayəti, imaməti müdafiə etməsinlər. Digər nöqtə isə yəni Fədək xütbəsində işarə elədiyi nöqtələrdən biri Fədək barəsində öz haqqının müdafiəsi idi. Yəni Fədək barəsində öz haqqını çatdırırdı ki, bəs o xanım Fatimiyyə Zəhraya çatmışdı. Xanım Fatimiyyə Zəhranın yəni malı idi. Onu qəsb etdilər və bu barədə danışır. Daha sonra ənsarların süslüyünə işarə eləyir. Yəni Mədinə əhlinin süslüyünə işarə edir. Onların necə süst olmaları barədə danışır ki, müraciət edir ki, nə üçün siz bu qədər süst oldunuz və tez unutdunuz Peyğəmbərin buyurduqlarını və Peyğəmbərin ailəsini, övladlarını müdafiə etmədiniz. Sonra müsəlmanlara müraciət edir, müsəlmanlara bəzi nöqtələri çatdırır və ardıca ümumi cəmaatın süslüyü barədə işarələr olunur Fədək xütbəsində. Və elə buradaca yeri var ki, qeyd edək ki, məhz burada cəmaatın süslüyü barəsində danışdığı zaman əvvəl günlərdə bizim qeyd etdiyimiz dəlili vurğulayır xanım Fatimiyyə Zəhra. Buyurur ki, rahatlıq istəyirsiniz. Yəni siz öz rahatçılığınızı imamdan, Peyğəmbərdən, hamıdan üstün tutduğunuza görə bugün dinin müdafiəsinə qalxmırsınız. Dininiz üçün heç bir iş görmək istəmirsiniz və rahatçılığa işarə edir. Deməli, ilk günlərdə ki, biz danışmışdıq ki, nə üçün Mədinə əhli xanımın səsinə müsbət cavab vermədi? Bəs Fədək xütbəsinin özündə bu qeyd olunubdu və rahat tələbli, rahatlıq istəyi həqiqətən də insanı bir çox şeylərdən ayrı salır və uzaq salır, ümumilikdə süslüyə düçar edir insanları. Və digər nöqtə, artıq bu 15-ci nöqtədir ki, mən Fədək xütbəsindən qeyd edirəm. Qəsbkarlara xatırlatma edir və xilafəti bir dəvəyə bənzədir. Qəsbkarlara müraciət edərkən deyir ki, alın xilafəti, götürün, istədiyiniz kimi istifadə edin. Ümumi, yəni mənasını mən çatdırıram. Və orada çox gözəl bir neçə nöqtəyə toxunur. Deyir, alın xilafət dəvəsini, buyurun, istədiyiniz kimi istifadə edin. Amma bilin ki, bu dəvənin quyruğu yaralıdır, ayağı suluq atıb, gözü görmür. Bu kimi nöqtələrə işarə edir. Yəni, axsaq bir dəvədir. Yəni, haqqınız olmayan bir şeyi ələ almışsınız, bu çox irəli getməyəcək, yaxşı nəticələnməyəcək, ona işarə edir. Sanki bir insan ki, yaralı, zəif bir dəvə ilə səfərə çıxar, məhz burada gözəl bir nöqtəni vurğulayır. Bilirik ki, ərəblərdə dəvə çox istifadə olunan bir heyvan növü idi, mini növü idi və eyni zamanda onun yunundan, südündən, onun mini kimi də istifadə edirdilər. Və orada buna işarə olunur.
deyir ki, bu xilafət dəvəsi, yəni sizi bir yerə çatdırmayacaq. Bununla ki, səfərə çıxırsınız, bu yaralı bir dəvədir və zəifdir, siz nəticə ala bilməyəcəksiniz, buna işarə edir. Bu yerdə Əhl-i-Sünnənin birinci xəlifəsi ayağa qalxır və özlərini müdafiəyə qalxır. Və orada andlar içir, bəzi qeydlər eləyir, bəzi vədələr verir, bəzi sözlər danışır ki, o sözünü tamamladıqdan sonra Həzrət xanım Fatimə-i Zəhra onun yalanlarını ifşa edir. Bir bütün nöqtələrə toxunur və Peyğəmbərdən bütün nə nöqtələr varsa hamısını qeyd edir və onu ifşa edir ki, yəni sənin sözlərində həqiqət yoxdur, hamısı bihudə vədələrdir, bihudə sözlərdir. Və əhəmiyyətsiz və vecsiz olan cəmaata danlaq tipli bir danışıq tərzi var xanımın orada. Yəni, niyə əhəmiyyətsiz danışmaqlarını soruşur, onları danlayır və deyir ki, siz bəlaya düçar olacaqsınız, özünüz də bilmirsiniz, yəni sonun necə olacaq bu məsələnin. Amma tez bir zamanda sizi elə bir bəlalar gözləyir, elə bir hadisələr gözləyir ki, çox yəni peşmançılıq çəkəcəksiniz bundan. Və sözsüz ki, bu danlaqlardan əgər nəticə götürsək, ümumilikdə Fədək xütbəsi hər gündə tətbiq oluna bilər, tarixin hər dövründə tətbiq oluna bilər və oradakı vurğulanan xanımın sözləri bir tək yəni o dövrün qəsbkarlarına aid deyil idi. Əgər araşdırsaq, bütün dövrün, bütün zamanların qəsbkarlarına aid etmək olar. Bu Peyğəmbər qızının sözü idi və zülmün başlanğıcı qoyulurdu sanki. Və əhəmiyyətsiz və vecsiz olan cəmaatı danlayır orada, insanları danlayır. Daha sonra elə bu, yəni xanımın şiddətli danışığına görə, kəskin danışıqlarına görə Əhl-i-Sünnənin birinci xəlifəsi orada danışdığı zaman vurğulayır ki, sənin atan Peyğəmbər çox mərhəmətli idi, filan idi, bunları qeyd edir. Daha yəni diqqətləri ora cəlb edir ki, sanki xanım kəskin danışır, şiddətli danışır. Əgər siz Peyğəmbərin yolunu yəni davam etdirirsinizsə, yumuşaq və mərhəmətli olmalısınız. Amma Peyğəmbərin dövründə onlar içlərindəki bir çox şeyləri çölə çıxartmamışdılar. Peyğəmbər dünyasını dəyişməmişdən hətta yəni vəsiyyət edərkən, ölüm döşəyində olarkən Peyğəmbər o zaman artıq başlayırlar öz içlərindəki həqiqi batinlərini üzə çıxartsınlar. Və bunu da qeyd etdik ki, bəs Peyğəmbərdən sonra sözsüz ki, Quranın yəni buyurduqlarına əməl olunmasa və yaxud Peyğəmbərin vəsiyyətinə əməl olunmasa, sözsüz ki, xanım Fatimə-i Zəhra burada mərhəmətli rəftar edə bilməzdi və kəskin danışmalı idi, insanları ayıldıcı şəkildə danışmalı idi. Və digər nöqtə budur ki, atasının fərağında olan bəzi sözləri vurğulayır xanım. Orada hətta şeir kimi bir sözlər olur və onun təqribi tərcüməsi belə olur ki, atasına gileylənir ki, sən getdin, sən getməyinlə hər şey sanki əldən getdi və sənin ailənin hörmətini saxlamadılar, sənin sifarişlər və diqqət yetirmədilər, ümmət sənin buyurduqlarını unutdu, azğınlığa düçar oldular. Yəni, bu kimi şeyləri vurğulayır xanım Fatimə-i Zəhra. Ümumilikdə, əgər biz xanımın söhbətlərinə baxsaq, bundan əlavə hətta xanım Fatimə-i Zəhranın digər bir xütbəsi də var ki, Mədinə xanımlarına orada xütbə edir, gileylənir, şikayətlənir onların bəylərindən və xanımlar da dərhal gedib bəylərə bu sözü çatdırdıqdan sonra o bəylər ki, getmişdilər birinci xəlifəyə beyyət etmişdilər, sonra gəlirlər xanım Fatimə-i Zəhradan üzrxahlıq etmək istəyirlər. Üzrxahlıq edirlər və özləri üçün dəlil də gətirirlər ki, şərən biz Əbu Bəkrə beyyət etdiyimiz üçün icazəli deyil ki, biz daha Əliyə beyyət edək, bəs biz sözümüzdə qalmalıyıq, amma bizi bağışda, üzrxahlıq eləyir. İstəyirlər ki, xanımın qəlbini ələ alsınlar. Xanım onlara deyir ki, susun və danışmayın, mən sizi eşitmək istəmirəm. Yəni, onların üzürlərini də qəbul etmir. Çünki bu üzürlər
yəni səmimi deyildi. Xanım onların səmimiyyətinə inanmır və onların sözlərini rədd edir. Fətək xütbəsi barəsində olan nöqtələri bugün bu proqramımızda yekunlaşdırdıq. Mən istəmirəm bundan artıq yəni uzun danışım Fətək xütbəsi barəsində. İstəyirəm gələcək bəhslərdə, inşallah gələcək günlərdə digər maraqlı nöqtələri də çatdırım nəzərinizə. Allaha əmanət olun. İnşallah görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.